elektrolitlər. Bir qrup maddələri deyirik ki, suda həll etdikdə və yaxud da onları əritdikdə ionlara ayrılır. Bu ionlar elektrik cəryanını keçirirsə, biz həmin məhlula elektrolit, yəni həmin maddəyə biz elektrolit deyirik. Ona görə onun tərifini ümumiləşdirsək, belə deyirik ki, suda məhlullarını və yaxud da onları əritdikdə elektrik cəryanını keçirən maddələrə elektrolitlər deyirik. Suda məhlulları və yaxud da ərintiləri elektrik cəryanını keçirməyən maddələrə isə qeyri-elektrolitlər deyilir. Elektrolitlər hansılardır? Qeyri-elektrolitlər hansılardır? Baxın, iki hissəyə bölürük. Və qeyri-elektrolitlər. Elektrolitlərimizə aiddir mineral turşularımız. İstisna halımız bir dənə silikat turşumuzdur. Digər turşularımız mineral turşularımız. Yəni misal üçün sulfat turşusu, nitrat turşusu, xlorid turşusu hamısı bura aiddir bildiyimiz. Bir dənə silikat turşusu qeyri-elektrolitdir. Çünki silikat turşusu suda həll olmur, çöküntüdür. Bundan başqa elektrolitlərimiz suda həll olan əsaslarımız, yəni qələvlərimiz. Qələvlərimiz suda həll olur, ionlara parçalanır və elektrik cəryanını keçirdir. Həll olan duzlarımız. Bir də mineral turşuları demişdik, əlavə olaraq üzvü turşularımızdır. Deməli, elektrolitlərimiz hansılardır? Mineral turşularımız, üzvü turşularımız, qələvlərimiz, həll olan duzlarımız. Qeyri-elektrolitlərimiz hansılar? Qeyri-elektrolitlərimiz isə turşularımızdan sadəcə mineral turşularımızdan, yəni silikat turşusu, həll olmayan əsaslarımız, yəni qələvlərdən başqa digər əsaslarımız, həll olmayan duzlarımız, əksər üzvü maddələr, yəni karbohidrogenlər, spirtlər, karbohidratlar, yağlar, mürəkkəb efirlər, zülallar və s. hamısı aiddir qeyri-elektrolitlərə. Suyumuz da qeyri-elektrolitdir. Qeyri-polymer kovalent rabitəli maddələrimiz qeyri-elektrolitlərimizdir. Bir dəqiqə. Dedik ki, qeyri-elektrolitlərimiz turşularımızdan silikat turşusu, həll olmayan əsaslarımız, yəni qələvlərimiz suda həll olursa, həll olmayan əsaslarımız deyəndə, yəni digər metalların əsasları, həll olmayan duzlarımız, əksər üzvü birləşmələrimiz, karbohidrogenlərimiz, spirtlərimiz, karbohidratlarımız, mürəkkəb efirlərimiz, zülallarımız, qeyri-polymer kovalent rabitəli maddələrimiz, suyumuz, yəni H2, O2, N2, O2, O3 bildiyimiz hamısı. Bunların hamısı aiddir qeyri-elektrolitlərə. Gəlirik indi elektrolitik dissosiasiyaya. Elektrolitik dissosiasiya nədir uşaqlar? İlk öncə biz bildik ki, elektrolit nədir, bir də qeyri-elektrolit nədir? İndi gələk baxaq görək ki, elektrolitik dissosiasiya nədir? Elektrolitik dissosiasiya dedikdə isə suda məhlullu elektrik cəryanını keçirdən maddələrin, yəni elektrolitləri suda həll etdikdə və yaxud da əritdikdə ionlara parçalanması hadisəsi elektrolitik dissosiasiya adlanır. Elektrolitik dissosiasiyanı deməli hansı maddələr edir? Bayaq saydığımız elektrolitlərimiz edir. Yəni mineral turşularımız, üzvü turşularımız, əsaslarımızdan qələvlər edir. Çünki suda həll olan əsaslarımız yalnız qələvlərdir. Bir də suda həll olan duzlarımız. Elektrolitik dissosiasiyanın ümumi sxemini biz bu cür göstəririk. AB-dən A və B-nin alınması deyirik ki, adlanır dissosiasiya. Əksi hadisəsi isə adlanır assosiasiya. Sözü də yazmadım, yalandan yazdım, qalsın qoyub. Dedik ki, AB-dən A və B-nin, yəni ionlara parçalanması adlanır dissosiasiya. Dissosiasiyanın əksi isə adlanır assosiasiya. Daha sonra deyirik ki, elektrolitlərin suda məhlullarında ionlarımız hidratlaşmış vəziyyətdə olur. Dissosiasiya özü dönər prosesdir. Yəni,
iyonlara parçalanırsa, həm də onun əksi olan assosiasiyaya da baş verir. Ona görə deyirik ki, dönər prosesdir. Birbaşa iyona parçalanıb belə də qalmır. Həm də ki, geri qayıda bilir, assosiasiya edə bilir. Daha sonra, elektrolitik məhlulunda və yaxud da ərintisində bizim bu iyonlarımız xaotik hərəkət edir, yəni nizamsız hərəkət edir. Elə buna görə də həmin məhluldan və yaxud da ərintidən sabit elektrik cərəyanı keçirdikdə, iyonlar artıq nizamlı hərəkət edəcək. Yəni ilk öncə nizamsız hərəkət edirlər, elektrik cərəyanını keçirdikdə isə nizamlı hərəkət edirlər. Daha sonra bunları bildik. Daha sonra keçirik nəyə? Bir-bir bu, dissosiasiyanın, dissosiasiya dərəcəsi nədir o? Bir də turşuların, əsasların hamısının dissosiasiyasına bir-bir baxmağımıza. İlk öncə bilməliyik ki, misal üçün, maddələr yazıram burda, diqqətlə qulaq asın. Kalium xlor, natrium 3PO4, daha sonra alüminium sulfat, sonra misal üçün kalsium nitrat. Nə bilim, çoxu da yaza bilərik. İndi burada deyirəm ki, mən bunların molyar qatlıqları eynidir, həcmləri eynidir, amma hansı daha yaxşı, elektrik cərəyanını keçirdir? Bu suala baxmalısınız ki, ilk öncə hamısı suda həll olan duzdur. Bunların üçü, dördü də iyonlara parçalanır, yəni dissosiasiya edilir. Siz bilməlisiniz ki, elektrik cərəyanını, keçirdən iyonlarımızdır, yəni müsbət və mənfi yüklü iyonlarımız. Onların sayı nə qədər çox olarsa, orada elektrik cərəyanı bir o qədər yaxşı keçər. Kalium xloru hansı iyonlardan ibarətdir? Kalium müsbət və xlor mənfi iyonu. Düzdür, 2 dənə iyondur yəni. Natrium 3PO4-ümüz 3 dənə natrium iyonundan ibarətdir. 1 dənə də PO4 3 mənfi iyonundan. Deməli, burada nə qədər iyon var? 3, 1. Cəm olur 4 dənə. Alüminium sulfatım nə qədərdəndir? 2 dənə alüminium iyonudur. 3 dənə də SO4 2 mənfi iyonudur. Cəm oldu 5 dənə. Kalsium nitratda da kalsiumdan 1 dənədir. NO3-dən isə 2 dənədir. Cəm olur 3 dənə. Ən çox hansındadır? Alüminium sulfatdadır. Deməli, burada elektrik cərəyanını ən yaxşı keçirdən hansı olacaq? Alüminium sulfat olacaq. Çünki səbəbi nədir? Məhlulda və yaxud da ərintisində elektrik cərəyanını müsbət və mənfi yüklü iyonlarımız keçirdir. Ona görə də deyirik ki, iyonun sayı nə qədər çox olarsa, bizim elektrik keçiriciliyimiz o qədər yaxşı olar. Aydın oldu? Daha sonra keçirik dissosiasiya dərəcəmizə. Bəs dissosiasiya dərəcəmiz nədir? Dissosiasiya dərəcəmiz dissosiasiya etmiş molekulların sayının həll olunmuş maddə molekullarının sayına olan nisbətidir. Həm faizlə ifadə oluna bilər, həm də faizsiz ifadə oluna bilər. Yəni, alfa bərabərdir, kiçik n bölünsün böyük n və yaxud da alfa bərabərdir, kiçik n bölünsün böyük n vurulsun 100. Burada kiçik n dissosiasiya etmiş molekul sayıdır, böyük n isə suda həll edilmiş molekul sayıdır. Misal üçün deyirəm ki, 200 hansısa bir maddənin molekulundan sulfat turşusu olsun və ya sulfat turşusu yox, misal üçün olsun nitrat turşusu, natrium xlor, xlorid turşusu və s. 200-dən 120-si dissosiasiya edib. Dissosiasiya dərəcəsini hesabla. Nə edəcəksən? 120-ni böləcəksən 200-ə. Və yaxud da indi faizlə deyirsə, vuracaqsan 100-ə, faizini də tapmış olacaqsan. Daha sonra bunları bildik. Ümumi şəkildə desək, dissosiasiya etmiş maddənin mol miqdarını bölürük ümumi mol miqdarına, ya faizlə ifadə edirik, ya da faizsiz ifadə edirik. Misal üçün belə bir məsələ verilsə ki, bizə 0,5 mol sulfat turşusu suda həll edildikdə dissosiasiya dərəcəmiz 80%-dir. Məhlulda olan ümumi iyonların sayını tapın.
0,5 mol sulfat turşusu. Siz ilk öncə bilməlisiniz ki, sulfat turşusunda 2 dənə hidrogen müsbət iyonu var, tam dissosiasiya etdikdə. Bir dənə də SO4 2 mənfi iyonu var. Nədir deməli? Deməli, burada 1 molundan 3 mol iyon əmələ gəlir. Amma bizə 0,5 mol iyon veribdir deyə 0,5-imiz olasıdır neçə? 1,5. 1,5 mol əslində iyon əmələ gələcəkmiş. Amma yəni tam həll olacaqmış. N-imiz odur. Amma bizdə 80% verir dissosiasiya dərəcəmiz. Düsturda yerinə qoysaq, yerinə qoymaqla həll etsək, yəni bu zaman belə yazarıq ki, 1,5-i tapdıqdan sonra 1,5-in də 80%-ni taparıq ki, 80% neçə edir? 1,5-in 80% uşaqlar neçə dəsidir? Hesablayın görün. 1,2. 1,2 və yaxud da dissosiasiya dərəcəsində yerinə qoysam, mənim alfamı verib 80%, dissosiasiya etmişi bilmirəm deyə onu işarə edirəm kiçik n ilə. Kiçik n-i bölübdür 1,5-ə, vurub 100-ə. Buradan da n-i tapanda yenə 1,2 edəcək. Deməli, mənim dissosiasiya edən maddə molekulu sayım olasıdır bu qədər. 1,2. Aydın oldu? Aydın oldusa, keçirik davamına. Bunları bildik. Sonra keçirik dissosiasiya dərəcəmizə görə elektrolitlərimizi 3 qrupa bölürük. Qüvvətli elektrolitlər, orta qüvvətli elektrolitlər və zəif elektrolitlər. Qüvvətli elektrolitlər dedikdə dissosiasiya dərəcəsi 30 dərəcədən yuxarı olanlar. Dissosiasiya dərəcəsi, yəni 30-dan yuxarı olanlar, 30 dərəcədən, 30-dan yuxarı olanlar, 30%-dən yuxarı olanlar. Buraya aiddir qüvvətli turşularımız. Tanıdığımız bütün qüvvətli turşularımız qüvvətli elektrolitlərdir. Sulfat, nitrat, xlorid, bromid, yodid və s. Suda həll olan əsaslarımız, yəni qələvlərimiz hamısı qüvvətli elektrolitdir. Yəni litium OH, natrium OH, kalium OH, cesium OH, kalsium OH2 və s. Orta qüvvətli isə dedikdə 3% ilə 30% arası olur. Bura aiddir metafosfat turşusu, ortofosfat turşusu, qarışqa turşusu və s. Zəif elektrolitlərimiz isə dissosiasiya dərəcəsi 3%-dən aşağı olanlar. Bura aiddir zəif turşularımız. Sirkə turşumuz, karbonat turşumuz, sulfit turşumuz, silikat turşumuz, əsaslarımızdan amonium OH, suda həll olmayan əsaslarımız bura aiddir. Bir də zəif elektrolitlərimizə suda həll olmayan duzlarımız, suda və yaxud da az həll olan duzlarımız aiddir ki, onlar da zəif elektrolitlərdir. Dissosiasiya dərəcələri 3%-dən aşağı olanlar. Qüvvətli elektrolitlər dissosiasiya dərəcəsi 30%-dən yuxarı olanlar, orta qüvvətli elektrolitlərimiz dissosiasiya dərəcəsi 3 ilə 30% arası olanlar, 3-dən aşağı olanlar isə zəif elektrolitlərdir. Dedik ki, dissosiasiya dərəcəsinə təsir edən amillərimiz bəs nələrdir? Dissosiasiya dərəcəsinə təsir edən amillərimiz ilk öncə elektrolitin təbiəti, yəni misal üçün, qüvvətli elektrolitlər bayaq dediyimiz kimi tam dissosiasiya edir, orta qüvvətlilər 30%-ə qədər dissosiasiya edir, zəif elektrolitlərimiz isə 3%-ə qədər dissosiasiya edir. Həm də burada həll edicinin təbiətindən də asılıdır. Yəni, həll edicinin dielektrik sabitindən və yaxud da yəni polyarlığından da asılı olur. Məhlulun qatlığından asılıdır dissosiasiya dərəcəmiz. Məhlulumuz durulaşdıqca bu iyonların görüşmə ehtimalı da azaldığından dissosiasiya dərəcəmiz artır. Məhlul qatı olduqda orada iyonların sayı çoxdur axı. Orada assosiasiya prosesi tez-tez başa verir. Elə bil ki, məhlulda bir var 10 dənə iyon olsun, bir də su az olsun. 10 dənə iyonda həll edicimin miqdarı da elə misal üçün 1 litr olsun. Amma ikinci qabda iyonum 10 dənədir, amma həll edicimin qabı 2 litrdir. Həll edicimin miqdarı 2 litrdir. Bu zaman o 10 dənə iyonun bir-biri ilə görüşmə ehtimalı azalır deyə assosiasiya prosesi zəifləyir. Yəni dissosiasiya daha qüvvətli olur. Birincidə isə assosiasiya daha qüvvətli olur. Daha sonra bunları dedik.
İyonların qatlığının təsiri var, temperaturun təsiri var. Deyirik ki, temperatur artdıqca zəif elektrolitlərin dissosiasiya dərəcəsi artır. Əksinə qüvvətli elektrolitlərdə isə dissosiasiya dərəcəsi azalır. Deməli, qüvvətli elektrolitlər ilə temperatur tərs, zəif elektrolitləri isə düz mütənasibdir. Bunların da hər birini bilmək lazımdır. Bunların hamısını da atacağam ki, öyrənin. Yaxşı, sonra bunları da dedikdən sonra gəlirik nəyə? Gəlirik elektrolitik dissosiasiyaya, yəni nəyə? Turşuların elektrolitik dissosiasiyası, əsasların elektrolitik dissosiasiyası, duzların elektrolitik dissosiasiyasına. İlk öncə, biz bilməliyik ki, turşuların elektrolitik dissosiasiyasında mineral turşularımızdan silikat turşumuz ümumiyyətlə dissosiasiya etmir. Çünki o çöküntüdür. Bunu əzbər beynimizə yazırıq. Deməli, silikat turşumuz nə olur? Dissosiasiya etmir. Deyirik ki, turşularımız dissosiasiya edəndə turşu qalığını və hidrogen ionunu, yəni kation kimi hidrogen ionunu əmələ gətirirlər. Turşu qalığı isə anion rolunu oynayır. Misal üçün, bir dənə turşu yazaq, nitrat turşusu. Turşunun əsaslığı neçədirsə, o da o qədər mərhələdə dissosiasiya edir. Nitrat turşusunun əsaslığı 1 olduğuna görə nitrat turşusu 1 mərhələdə dissosiasiya edir. Yəni, nitrat turşusunun dissosiasiyasından hidrogen ionu və NO3 mənfi ionu əmələ gəlir. Sulfat turşusunun dissosiasiyasını misal üçün yazaq. Burada əmələ gəlir hidrogen müsbət və HSO4 mənfi ionu. Hər hidrogen qopanda bir mənfi ilə bölüncə əlavə olunur. Geriyə nə qaldı? HSO4 mənfi qaldı. İkinci mərhələdə artıq HSO4 mənfimiz dissosiasiya edir ki, buradan da əmələ gəlir hidrogen müsbət və SO4 2 mənfi ionu. Üçüncüdə bunlar getdi. Deməli, sulfat turşusu neçə mərhələdə dissosiasiya elədi? 2 mərhələdə. Bu 2 mərhələ bizə nəyi göstərir? Hidrogenin sayını, yəni əsaslığımızı. Turşunun əsaslığı neçədirsə, turşumuz da o qədər mərhələdə dissosiasiya edir. Misal üçün, H3PO2 neçə əsaslı turşudur? Hidrogenin sayı 3 olmasına baxmayaraq demişik ki, bir əsaslı turşudur. Deməli, bu 1 mərhələdə də dissosiasiya edəcək. Burada hidrogenin qalması sizi çaşdırmasın. Bir əsaslı turşudur və bu cür dissosiasiya edir. Turşunun tərkibindəki digər hidrogenlər turşudan ayrılmır. Misal üçün, ortofosfat turşusunun dissosiasiyasını yazsaq. Hidrogen bir-birə ayrılır. Birinci hidrogen ayrılır, olur H müsbət, üstə gəlilsin H2, PO4 mənfi. Daha sonra H2PO4 mənfini ayırsaq, alınır buradan H müsbət, HPO4 mənfi. Üçüncüdə HPO4 mənfini ayırsaq, alınır H müsbət və PO4 3 mənfi. Burada 2 mənfi. Deməli, neçə mərhələdə dissosiasiya edir? 3 mərhələdə dissosiasiya edir. Yenə yadınızda saxlayırıq. Turşunun əsaslığı bizə göstərir nəyi? Turşunun dissosiasiya mərhələsinin sayını. Gəldik əsaslarımıza, yəni suda həll olan əsaslarımız qələvilərdir deyə qələvilərə. Misal üçün, kalium OH-ın dissosiasiya mərhələsini yazanda deyirik ki, kalium ionu alınır və OH mənfi ionu. OH-ın sayı onun dissosiasiya mərhələsini göstərir. Bilirik ki, qələvi metallar OH-ın sayı 1 olur, yəni litium OH, natrium OH, kalium OH, rubidium OH, sezium OH. Deməli, onların hər biri 1 mərhələdə dissosiasiya edəcək. Qələvi torpaq metallarda isə OH-ın sayı 2 olur deyə onların hər biri 2 mərhələdə dissosiasiya edəcək. Yəni necə? Kalsium OH2-nin dissosiasiyasını yazsaq, yazırıq ki, kalsium OH mənfi, daha doğrusu müsbət, üstə gəlsin OH mənfi. Daha sonra kalsium OH müsbət də parçalanır. Kalsium 2 müsbət və OH mənfiyə. Deməli, neçə mərhələdə dissosiasiya etdi? 2 mərhələdə dissosiasiya etdi. Bunu da əzbərə bilməliyik. Turşuların dissosiasiyasını dedik, əsasların dissosiasiyasını dedik. Birazdan sizə verəcəm, deyəcəm yazın. Ona görə diqqətli olun. Keçirik duzların dissosiasiyasına.
Biz duzların növlərini demişdik. Hansı növlərini demişdik? Normal duz, qarışıq, 2 qat. Yadda saxlayın. Bu üçü hamısı bir mərhələdə dissosiasiya edir. Necə dissosiasiya edir? Bir mərhələdə. Yəni misal yazaq. Normal duzumuza misal natrium sulfatı yazaq. Elə bir mərhələdə də dissosiasiya edəcək. Bir dəqiqə. Deyirik ki, elə bir mərhələdə də dissosiasiya edəcək. Natrium ionuna və SO4 mənfi ionuna parçalanacaq. Qarışıq duzlarımıza misal yazaq. Misal üçün kalsium, klorid, bromid. Bu zaman necə olacaq? Kalsium müsbət ion, 2 müsbət ionu, flor mənfi, brom mənfi olacaq. 2 qat duzlarımız da həmçinin bir mərhələdə dissosiasiya edir. Misal üçün natrium, kalium sulfat yazsa, eləcə ayrılır natrium ionu, kalium ionu və SO4 2 mənfi ionu. Deməli, birbaşa bilməlisiniz. Normal duz, qarışıq duz, 2 qat duz. Eləcə bir mərhələdə dissosiasiya edir. Gəlirik biz əsas məsələyə. Turş duzların və əsasi duzların mərhələ sayı. Misal üçün yazıram natrium HSO4. Yadınızda saxlayın ki, tərkibindəki hidrogenin sayının üzərinə 1 gəlsəniz, bu duzun dissosiasiya mərhələsinin sayını tapacaqsınız. Burada hidrogen 1 dənədirsə, deməli bu duz 2 mərhələdə dissosiasiya edir. Birinci mərhələdə alınır natrium müsbət ionu və HSO4 mənfi ionu. İkinci mərhələdə isə HSO4 mənfi ionumuz parçalanır. H müsbət və SO4 2 mənfi ion. H-ın üzərinə 1 gəlib mərhələ sayını tapırsınız. Və yaxud da başqa birini yazaq. Natrium H2PO4. Deməli, bu neçə mərhələdə dissosiasiya edəcək? 3 mərhələdə dissosiasiya edəcək. İlk öncə natrium metalı ayrılır, sonra yavaş-yavaş hidrogen ayrılır. Bu oldu bizim turş duzlarımızın dissosiasiyası. Sonra gəlirik əsasi duzlarımızın dissosiasiyasına. Əsasi duzlarımızın dissosiasiyasına misal olaraq deyirəm ki, alüminium, OH, dihidroksofluorid. OH-ın sayına baxırsınız. OH 2 dənədirsə, deməli bu duzda 3 mərhələdə dissosiasiya edir. Yəni hidrogende olduğu kimi OH-ın da sayının üzərinə 1 gəlirsiniz. Birinci mərhələdə alınır alüminium OH2 müsbət, üstəgəlsin flor mənfi, sonra alüminium OH2 müsbət parçalanır. Alüminium OH2 müsbət və OH mənfi, sonra isə alüminium 3 müsbət, yəni alınır da buradan bir şey yazıb və OH mənfi. Deməli, OH-ın sayı əsasi duzun tərkibində 1 dənədirsə, həmin duzumuz 2 mərhələdə dissosiasiya edir. 2 dənədirsə, 3 mərhələdə dissosiasiya edir. Deyin görün, bunların hamısı aydın oldu mu sizə? Aydındırsa, indi mən bunu dayandırım, sizə veririm.